Çernobıl, tarixin qaranlıq saatı. 26 aprel 1986-cı il. Sovet İttifaqının sakit bir şəhəri, Pripyat. Gecədir. İnsanlar evlərində dərin yuxudadır. Küçələrdə sükut hökm sürür. Heç kim bilmir ki, bir neçə dəqiqədən sonra tarix əbədi dəyişəcək. Şəhərin yaxınlığında yerləşən Çernobıl nüvə elektrik stansiyası gecə növbəsi ilə işləyir. Mühəndislər reaktorun təhlükəsizlik sistemlərini yoxlayır, test aparırlar. Saat 01:23. Birdən reaktorun gücü gözlənilmədən yüksəlir. Operatorlar panikaya düşür, vəziyyəti nəzarət altına almağa çalışırlar. Amma artıq gecdir. İki güclü partlayış reaktoru yerlə yeksan edir. Tonlarla radioaktiv maddə havaya qalxır və küləklə Avropaya doğru yayılmağa başlayır. Şəhərdə isə hələ heç kim xəbərdar deyil. Səhər açılır, uşaqlar parkda oynayır, insanlar işə gedir, küçələr adi həyatı davam edir. Amma görünməyən bir düşmən artıq hər yerdədir. Radiasiya. Yanğın söndürənlər hadisə yerinə göndərilir. Onlar alovu söndürməyə çalışır, amma radiasiyanın gücündən xəbərsizdilər. Çoxu ciddi radiasiya zəhərlənməsinə məruz qalır. Yalnız 36 saat sonra Sovet hakimiyyəti şəhərin boşaldılmasına qərar verir. Minlərlə insan avtobuslara mindirilir. Onlara deyilir ki, yalnız bir neçə günə geri qayıdacaqlar. Amma o gün heç vaxt gəlmir. Pripyat tərk edilir. Ərazi radioaktiv çirklənməyə məruz qalır. Ukrayna, Belarus və Rusiyanın geniş bölgələri uzun illər təsirlənir. Minlərlə insan radiasiyanın nəticələri ilə ömür boyu mübarizə aparır. Bugün Çernobıl ətrafında geniş bir qadağan olunmuş zona var. Təbiət yavaş-yavaş ərazini geri alsa da, reaktorun dağıntıları insan səhvinin və texnologiyanın təhlükəsinin simvolu olaraq qalır. Çernobıl yalnız bir nüvə qəzası deyil, bu insanlığın yaddaşında qalan qorxulu bir xəbərdarlıqdır. Texnologiyanın gücü nə qədər böyük olsa da, səhv qərarlar onu fəlakətə çevirə bilər. Bu hekayəni bəyəndinizsə, abunə olun. Növbəti sir dolu və dramatik videoları qaçırmayın.